Ülümüz Ev kanalından hər birinizi salamlayıram. Bugünkü videoda da bir çoxlarınızın bilmədiyi maraqlı bir funksiya haqqında danışmaq istəyirəm. Bu modemlərlə bağlıdır. Əgər fikir vermisinizsə, əksər modemlərdə, bu optik modemlərdə demək olar ki, hamısında da, ADSL modemlərdə isə əksəriyyətində var. Bir ədəd USB port var. Bunun nə ilə bağlı olduğunu yəqin ki düşünmüsünüz, düşünməmsinizsə də düşünməyə nəsil vaxtıdır. Bu sizə çox yardımcı olacaq bir funksiya xidmət edən vasitədir. İndi sizə onu izah eləyəcəm. Video keçməmişdən öncə kanala abunə olun ki, bu cür videolardan vaxtında xəbərdar olasınız və faydalanasınız. Deməli, bu modemlərdə olan USB port vasitəsilə siz evinizdə faylların paylaşılması üçün bir şəbəkə yarada bilərsiniz. Çox rahat bir ayarlamalar sonrası modeminiz üzərindən simsiz qaydada evinizdə olan bütün telefonlar, kompüterlər arasında bir paylaşım mərkəzi yarada bilərsiniz və bununla da siz çəkdiyiniz fotoları və yaxud digər faylları WhatsApp olmadan, Telegram olmadan da rahat formada həmin yaddaşa yerləşdirə bilərsiniz və kimə hansı lazımdırsa telefonda yaddaş necə görünürsə, yəni telefonun öz yaddaşı, yaddaş kartı və həmin USB porta daxil etdiyiniz flash kart. Bunu necə eləyəcəyik? Mən sizə Huawei modem üzərindən göstərəcəm. Digərlərində fərqli ola bilər, ancaq bölmə olaraq eynidir. Diqqətlə izləsəniz öz modeminizdə də qura bilərsiniz və bu video keçməmişdən öncə onu da qeyd edeyim ki, bilmədiyiniz ayarlara toxunmayın. Əks halda internet ayarlarını pozarsınız və modemin ayarlarını qarışdırarsınız. Bunun üçün gərək siz texniki xidmətə zəng edəsiniz ki, bərpa edin. Sadəcə göstərdiyim ayarları dəyişsəniz çox rahat qaydada istifadə edəcəksiniz. Gəlin modemin ayarlarına daxil olaq. Bunun üçün modemin IP-sini yazırıq. Hal-hazırda biz modemə Wi-Fi üzərindən qoşuluruq. Modemin IP-sini yazırıq. Əgər bunu bilmirsinizsə, modemimizin arxasında bu qeyd olunur. Məndə bu şəkildədir. Yazdıqdan sonra adətən Huawei modemlərdə artıq bunlarda admin deyil. Arxasında parol ayrı olur, girişdə isə ayrı olur və bunlar modemin arxasında ilk girişdə yazılır. Əgər siz sonradan onu dəyişməmsinizsə, adətən ustalar da bunu dəyişmirlər, olduğu kimi saxlayırlar. Burada modemin ayarlarına mən daxil oluram. Mən də dəyişməmişəm, heç həmin arxasında yazılandır. Və gördüyünüz bu səhifədə görürsünüz, burada USB yazılıb və modemin burada şəkili var. Arxasındakı girişlər, qoşulan cihazlar və USB bölməsi lazımdır bizə. Biz onun üzərinə bir dəfə vurduqda belə bir pəncərə açılır. Gördüyünüz kimi burada İngiliscə yazılıb. Bu əgər Wi-Fi-lı printeriniz varsa evdə, onu da bunun üzərindən paylaşa bilərsiniz. Məndə printer Wi-Fi-lı deyil, olsa onu da sizə göstərərdim. Hələ ki biz faylların paylaşılmasından danışırıq. Deməli, bu bölməni aktivləşdirməliyik. Bu bölməni aktivləşdiririk və bir dənə də bölmə açılır. Gördüyünüz kimi burada printer məlumatları və burada yəni paylaşılmanın avtorizasiyası, belə deyim də, yəni sorusu, icazəsi. Bu bölməni də biz aktivləşdiririk və bundan sonra gördüyünüz kimi account settings adlı bir bölmə açıldı. Yəni hesab və burada new deyirik, yeni hesab yaradırıq. Hesabımıza istənilən adı verə bilərsiniz. Mən öz adımı yazıram və buradan da bir parol təyin edirik. İstənilən bir parol təyin edirik burada. Təyin elədikdən sonra gördüyünüz bu enable düyməsinin qarşısındakı bölməni aktivləşdiririk. Yəni ümumi bu hesabı biz aktivləşdirdik. Bundan sonra burada icazə yazılıb. Burada read only, ancaq oxunma var. Siz bunu read write seçin ki, həmin o fləşə əlavə eləyəsiniz, həm də silə biləsiniz. Burada isə bütün fləşin bütün bölmələri və yaxud bir qovluq açıb həmin qovluğu seçə bilərsiniz. Bütün bölmələri seçirik və təsdiqləyirik. Bunu yaddaşda saxlaya da bilərik, saxlamaya da bilərik. Deməli,
Bu hesabı açdıktan sonra biz modemimizə gördüyünüz bu qaydada bir flash yaddaş birləşdiririk. Yaxşı olar ki, ən azı 8 ya 16-lıqdan istifadə edəsiniz, gigabaytlıq. Bu sizin paylaşacağınız faylların həcmindən asılıdır. Adətən şəkillər, videolar paylaşacaqsınızsa, yəni kiçik ölçülü fayllar paylaşacaqsınızsa, belə deyim, 8 və yaxud 16 gigabaytlıq sizə bəs eləyəcək. Bundan sonra biz gördüyünüz bu 3-cü advanced bölməsinə daxil oluruq. Buradan isə application seçirik. Gördüyünüz kimi burada 2 bölmə var. Bunun hər ikisi bizə lazımdır. USB application yazılıb bura. Burada FTP server configuration belə bir bölmə bizi qarşılayır. Artıq burada flash də aktivləşib, bu qaydada olub adı və bunu da mən yenə öz adımla adlandırıram. İstənilən bir login parol buraya yaza bilərik. Bunu yazdıqdan sonra tətbiq et düyməsini sıxırıq. Və burada bildirir ki, sizin FTP serveriniz yenidən başladılacaq. Təsdiqləyirik. Və artıq aktivləşdi. Buradan yenidən aşağıda gördüyünüz media sharing bölməsinə daxil oluruq və burada da bunu aktivləşdiririk, tətbiq edirik. Budur, artıq hazırdır. Bizim USB-mizi, daha doğrusu flash yaddaşımızı artıq kompüterdən və telefondan daxil olub içərisinə faylları əlavə edə bilərik. Gəlin ona da baxaq. Bütün bu ayarlamaları etdikdən sonra buradan modemin gördüyünüz bu IP-sini kopyalayaq və ekranda gördüyünüz düymələri bir yerdə sıxırıq. Açılan pəncərədə bu qaydada IP-ni daxil edirik. Diqqət edin, düzgün qaydada daxil eləmək üçün və ok düyməsini seçirik. Belə bir səhv qarşılayacaq böyük ehtimal hər birinizi. Bu səhvin həlli yolunu da qısaca göstərim. O qədər də çətin deyil. Bu idarəetmə panelinə daxil oluruq. Buradan proqramlara və gördüyünüz Windows'un funksiyalarını açın və bağlayın. Sol hissədəki bu bölməyə daxil olaq və siyahda qeyd elədiyim gördüyünüz bu bölməni işarələyik. Burada plus işarəsinə vuraraq hər üçünün aktiv olduğuna diqqət eləyin və ok düyməsinə basın. Və bitdikdən sonra sizdən kompüterinizi yenidən başlatmanızı istəyəcək. Kompüteri yenidən başladaq. Kompüteri söndürüb yandırdıqdan sonra təkrar daxil olaq. Və bu dəfə artıq həmin səhvi vermədi. Burada parolumuzu daxil edirik. Sizdən həm login parol istəyə bilər. Login istəyərsə, logində hansı adı, nə yazmışsınızsa onu daxil edirsiniz və parolunuzu daxil edirik və bu bölməni işarələyin ki, hər girişdə bunu sizdən istəməsin. Bölməni işarələdikdən sonra təsdiqləyirik. Budur, gördüyünüz kimi üzərində şəbəkə işarəsi də var. Bu bizim modemə daxil etdiyimiz flash kartdır. Daxil oluruq. İçərisində öncədən burada fayllar var idi. Mən deməli burada sizə nümunə üçün bu faylları öncə yığışdıraq. Bəli, içərisində fayllar var idi. Mən indi bura bir şəkil əlavə eləmək istəyirəm. Nümunə üçün bayrağı əlavə eləyək. Şəkili bura əlavə elədik. Daha rahat bu bölməyə keçməyiniz üçün gördüyünüz bu USB-nin üzərində sağ düyməni seçərək Map Network Drive bu bölməni seçirik. Burada
hərfini də dəyişə bilərik zövqünüzə uyğun. N hərfi misal üçün seçirəm və tamamlayıram. Bundan sonra artıq disklərinizin yanında bu da görünəcək. Bu qaydada gördüyünüz kimi kompüteri söndürüb yandıranda gördüyünüz bu yaşıl işarə qırmızı X ola bilər. Ancaq narahat olmayın, daxil olan kimi yenidən aktivləşəcək. Bu qaydada gördüyünüz kimi fləşə daxil oluruq. İndi isə keçək telefona. Telefonda necə eləyəcəyik? Telefondan qoşulmaq üçün həmin flash karta gördüyünüz ekranda gördüyünüz bu fayl menecerindən istifadə edəcəyik. Bütün fayl menecerlərdə demək olar ki, bu funksiya var. Hansından istifadə edirsinizsə, bunu nümunə üçün yükləmişəm. Digərləri telefonun öz fayl meneceri ilə eləməyin. Bunlarla daha rahatdır. Deməli, bu fayl menecerə daxil oluruq. Burada gördüyünüz kimi network şəbəkə bölməsi var. Buna keçid edirik. New location, gördüyünüz bu plus işarəsi seçirik. Buradan sağdakı bölməyə keçid edirik və local network. Bunu seçirik və axtarmağa başlayır. Biraz əvvəl əlavə elədiyimiz, aktivləşdirilmiş şəbəkəni burada tapacaq. Gördüyünüz kimi modemin IP-sini tapdı və burada üzərinə toxunduqda bizdən bayaq kompüterdəki kimi login və parol istəyir. Login və parolumuzu bura daxil eləyək. Və buradan təsdiq düyməsini seçirik. Burada da bizdən yadda saxlamaq istəyirsinizmi deyə soruşur. Yadda saxlamağı seçin. Bayaq kompüterdə açılan qaydada burada USB açıldı və bayaq əlavə elədiyimiz bayrağımız buradadır. Bu qaydada işarələyib copy və yaxud move aşağıda həm bir dəfəlik kəsib telefona da yerləşdirə bilərsiniz və kopyalaya da bilərsiniz. Bunu seçdikdə bu hissədən yuxarı qaydırıq və buradan yenidən lokal bölməsinə keçərək telefon yaddaşına əlavə eləyirik. Evinizdə neçə telefon varsa, həmin telefonlarla bu qaydada əlavə eləyərək istədiyiniz zaman modem yanlıdırsa, şəbəkəniz, internetiniz aktivdirsə, bu qaydada fayl paylaşımlarınızı çox rahat bir şəkildə yerinə yetirə bilərsiniz. Əgər video sizin üçün faydalı oldusa, dostlarınızla paylaşmağı unutmayın və hələ də kanalımıza abunə olmamısınızsa və elə indi bu dəqiqə kanalımıza abunə ola bilərsiniz.